Yay gəlir, valideynlərin hər birinin tək bir şikayəti var. Uşağımı televizorun başından ayıra bilmirəm, bütün gün telefonla oynamaq istəyir, mən bu uşaqla nə edəcəm? Belə bir vəziyyətdə hər zaman dediyim və tək bir çözümümüz var ki, əgər uşağın əlindən biz telefonu alırıqsa, ona bir alternativ verməliyik, başqa bir əyləncə verməliyik. Ya özümüz çoxlu vaxt keçirtməliyik, ya daha öncəsindən uşağın özünün özü ilə vaxt keçirməsi üçün şərait yaratmalıyıq, onun özünün özünü əyləndirməsi üçün fikirlər deməliyik onun üçün və ya həyata göndərməliyik. Hər məktəblərinə göndərə bilərsiniz. Fərqli-fərqli əyləncələr, attraksionlar onun əyləncə anlayışını daha da artıracaq, daha da motivasiyası qalxacaq. Yəni otur dərs oxu deməyiniz bu vəziyyətdə ən yanlış qərarlarınızdan biri olacaq. Çünki telefonu əlinə almış uşaq onsuz da aqressiv olur və siz bunun qarşılığında get dərs oxu deyirsinizsə, o uşaq əsla sizi dinləməyəcək.